2023-cü il dekabrın 30-u saat 23 radələrində Cavadxan küçəsi 6 ünvanında 1983-cü il təvəllüdlü Zamiq Cabbarovun naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülməsi haqda 19-cu polis şöbəsindən Nəsimi rayon prokurorluğuna məlumat daxil olub. Növbəti gün şübhəli şəxs qismində 2002-ci il təvəllüdlü Elvin Əhsədov saxlanılıb. Məlum olub ki, hadisə pul borcu ilə əlaqədar yaranmış mübahisə zamanı baş verir. 2023-cü il dekabrın 30-u saat 23 radələrində 1983-cü il təvəllüdlü Zamiq Cabbarovun aldığı bıçaq yaralarından ölməsi barədə 19-cu polis şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyi məlumat yayıb ki, cinayəti törədən şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür. Dekabrın 31-i səhər saat 9-da 2002-ci il təvəllüdlü Elvin Əhsədov Ağcabədi rayon polis şöbəsinə gələrək Bakıda adam öldürdüyünü etiraf edib. Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Zamiq Cabbarovun ölümünə qırtlağın, yuxu arteriyasının, ürəyin və qaraciyərin zədələnməsindən törənən massiv qan itirməsi səbəb olub. İstintaqla müəyyən edilib ki, Elvin Əhsədov anasının onkoloji xəstəliyi ilə əlaqədar yaranmış borclarını ödəmək üçün 2023-cü ilin sentyabr-oktyabr ayları ərzində aylıq 20% əlavə pul vermək şərti ilə Zamiq Cabbarovdan 2500 manat pul alıb. Amma ailə vəziyyəti ilə bağlı borcu ödəmək imkanı olmadığından həmin şəxsdən vaxt istəyib. Dekabrın 30-da telefonla danışarkən Zamiq Cabbarov anası haqqında nalayiq ifadələr işlətdikdə Elvin Əhsədov qisas məqsədi ilə onu öldürmək qərarına gəlib. Kirayədə yaşadığı Birəcəri qəsəbəsi Natavan küçəsi 5 ünvanında saxladığı ov bıçağını gödəkçəsinin cibinə qoyub. Zəng edib danışına Cavadxan küçəsi 6 ünvanının qarşısında görüşməyi təklif edib. Razılaşdıqları yerə Zamiq Cabbarov tanışı Qaçay Paşayevin idarə etdiyi Toyota markalı avtomobillə gəlib. Elvin Əhsədov qabaq sərnişin oturacağında əyləşən Zamiq Cabbarovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla 4 dəfə zərbə vurub. Bu hərəkəti ilə o zərər çəkmişi qəsdən həyatdan məhrum edib. İstintaq eksperimenti zamanı Elvin Əhsədov bildirib ki, Zamiq Cabbarova telefonda niyə anasını söydüyünü və ona olan borcunu növbəti ay qaytaracağını deyib. Bundan sonra gödəkçəsinin sağ cibindən bıçağı çıxararaq tanışının boğazına və sinəsinə zərbələr indirib. Əhsədovun siyasi oldu. Ağcabədi rayonunun qəsəbəsində 2002-ci ildə Avqustun 5-də olmuş. Azərbaycan vətəndaşsan, Subaysan. Bəli. Orta təhsillisən, əvvəllər məhkum olunmazsan. Harada xidmət edirdin? Daxili qoşunların en sayılı hərbi hissəsində, Sütun Həyat dəstəsi. 20.25-ci təhsil edirsən. Təhsili bilmirsən. Və hansı maddə ilə təhsil edirsən? 120.1. 120.1 təhsil. Elvin Əhsədov xüsusi vasitələrin tətbiqi dəstəsində MAX-ı, yəni müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işləyib. Qarabağda keçirilmiş antiterror əməliyyatlarında iştirak edib. 1885 manat əmək haqqı alıb. Anası xərçəng xəstəliyindən vəfat edib. Zamiq Cabbarovu hadisədən 4 ay əvvəl sələmçi kimi tanıyıb. Sentyabrın əvvəllərində Zamiq ona aylıq 20% olmaqla 2500 manat pul verib. Ona aylıq 400 manat faiz ödəməli olub. Hadisə ilə bağlı möhtərəm hakim. Allah cəmələn ərzə rəhmət eləsin. Sentyabrın 4-də valideyn dünyasındadır. Ondan əvvəl valideyn onkoloji xəstəliyi. Eləməklə mənim borcumdur. Hər bir evladım borcudur. Ki, valideyn üçün əlindən gəldi hər bir şey eləsin. Sələmçi kimi tanış. Çox adama sələm verir, gəliblər, anası da özü də cəmaat işdən çıxartdılar. Mən oğlumun bu işdə olmağını hafızada dedim. 2000 manat pul verdilər, gəlib 5000 qışqır balı salıb cəmaatı aldılar, işdən çıxartdılar. Suala konkret cavab. Sən özündən danış, sən nə sual verdin, ona cavab ver. Sakin. Zamiq deyilən şəxs sələmçi kimi tanıyır, bilmirəm. 5-ci mıxayında. Hanım imkan verin də, niyə qaydaları pozursunuz? Bax, bu suallar verir, sən imkan edir, suallarınızı verəsin. Deyirsiniz bir nəfər vasitəsilə bildiniz ki, belə bir şəxs var, pul verir. Siz niyə? Bizdə elədir ki, möhtərəm hakim, o şəxs gətirilsə bura, o işdən çıxa bilər də, istəmirəm problem olmalı. Kimdən öyrəndiniz ki, belə bir adam var, faizi pul verir? Dişi olur. Nədir adı familiyası? Adı familiyası, atasının adı kimdir, iş yoldaşı? Yadımdan çıxır. Yadınızdan çıxır. Bir yerdə işləyirsiniz? Bəli. Familiyasını demək istəyirsiniz? Xeyr. 2500 manatda çünki demişdi ki, mənə 3500 manat verərsən. Bilmirəm, amma həmən valideyn xəstə olan ərəfələrdə götürmüşəm. Bir arazida bir sənətləşmə oldu, yoxsa da şifahi gəldiniz, istədiniz, pul verdiniz? Vəsiqəmi şəklini istədi, başqa heç. Vəsiqənin şəklini... Çəkdim, attım WhatsAppda, iş vəsiqəmi şəklini çəkdim, attım WhatsAppda, başqa heç işlədim. Zamiq zat kimisə tanımadı ki, tutaq ki... Bir dənə dedi ki, gözdə zəng eləyim, sənin adın, familiyan nədir? Zəng eləyir hissədən soruşdu, ondan sonra dedi ki, nə qədər lazımdır, haqqım.
O şərtlə ki, verə bilməsin 20%, 100 manata, 20 manat üstünə gələcək bir ayda. İndi telefonda danışırdınız. Kimlərsə bu sizin arazida gedən danışığın şahidi idi? Xeyr, WhatsApp-da vardı telefonumda. WhatsApp-da var. Mənə hədələmək səsləri var. Ancaq canlı görüşməmişsiniz, üzbəüz görüşməmişsiniz. Xeyr, görüşməmiş. Üzbəüz həmən vaxtı görüşmüş. Dekabrın 30-da Zamiq borcunu tam ödəmək üçün ayın 31-i saat 13-ədək vaxt verdiyini, qaytarmayacağı təqdirdə onun iş yerinə zəng vurub şikayət edəcəyini bildirib. O Zamiqə yaranmış vəziyyəti izah edib, borca görə sıxıldığını, pulu anasının dərmanlarına xərclədiyini və yanvarda borcunu qaytaracağını söyləyib. Bu zaman Zamiq onu və anasını ağır ifadələrlə təhqir edib. Anasını söydüyündən bərk qəzəblənib. Buna görə Zamiqə zəng edib yalandan məbləğin hazır olduğunu deyib. Cabbarov görüşmək istəmədiyini və pulu karta göndərməsini bildirsə də o razılaşmayıb. Buna görə Zamiq Memar Əcəmi dairəsinə gəlməsini deyib. Zamiqin yanında tanımadığı şəxs olub. Söyüş söyən Zamiqin ağız nahiyəsinə, ardınca da boğazına və sinəsinə bıçaqla zərbələr vurub. Hadisə yerindən uzaqlaşandan sonra ona zəng edən polis polkovniki harda olduğunu soruşub. Ona qaçmaq niyyəti olmadığını, anasının qəbrini ziyarət etdikdən sonra gəlib təslim olacağını deyib, Ağcabədi rayonuna gedib. Sonra bəs nədən münasibətləriniz bax belə pisləşdi? Bir dənə o söz söyləməyə görə, bir də başqa mənim onunla heç bir narazılığım yoxdur, mənə kömək göstərmiş. Və şofun yanlarının 20-sini götürmüşdü. Amma Zamiq deyilən şəxs möhtərəm hakim, and olsun Allaha ki, vaxt tapıb güclə elimizə zəng eləyib, yaxşıyıq deyil. Zamiq deyilən şəxs yazır, dayanmadan zəng eləyir ki, sən bir nəfərin nömrəsini ver ki, mənə pul birdən baxla sən ölərsən. Deyirəm, mən səndən ötürü buradayım. Mən vətənpərvər bir ailədə böyümüşəm, möhtərəm hakim. Hadisədir, gəlib olubdur, mən də istəməzdim belə olsun, bir ana gözü yaşlı qalsın. Anamın gözü yaşlı olmağın nə demək olduğunu yaxşı bilir. Bunu saat 1-ə qədər çatmasa, öz istəyən kanunlar da var möhtərəm hakim. Deyir, sən aparacağım, mən telefon çəkəyəm, mənim ki, ifadələr işləyir. Özü müdafiə üçün danışmaya. Davam edə. Möhtərəm hakim, mən yalan da. Özü müdafiə üçün danışmaya. Evdən çıxanda birinci ifadəsində Zamiq deyib ki, öldürmək niyyətinə deyir. Şəhərətində siz ifadə verin. Buyurun, öz danışdınız. Ay xanım, xahiş edirəm siz idarə eləməyin də buranı da. Biz özümüz idarə edəcəyik də nəyə bilirik də. Buyur, davam edə. Zəng elədi, belə dedim. Mən də dedim ki, Rəsqan, incənə kimi hörmətlə yanaşmışıq bir-birimizə. Sağ ol, sən də mənə köməklik göstərmirsən. Mən o iş vaxtda o pulun damından keçməliyəm. Onun halallığı olmalıdır. Mən bunu səndən götürmüşəm, valideynimin müalicəsi üçün. Mən bunu sana qaytaracağım, sözümə də sıxışdırmaram. Onu mən halallığını almalıyam səndən. Gəl, sən mənim dar günümdə mənə köməklik göstərmişsən, Allah canına sağ ol. Dedim, mən o pulu səndən götürüb, gedib keyfimə istifadə eləməmişəm. Hamımız anadan dünyaya gəlmişik, valideynim üçün eləmişəm mən. Sən mənə başa düşmürsən. Deyək, sən valideynin də belə, sənin özün də belə, ölü diri qoymadılar, möhtərəm alacaq. Üzümə dadı boy verdi, dedi, saat 1-ə qədər pulunu satmalı. Dediniz ki, sizə qarşı təkrarınız ifadələr işlətdi. Siz də qərara gəldiniz ki, öldürəsiniz. Dedim, Mərzam, görüşmək istəyirəm də, saat sözüm. Dedi, yox, pul kart atılamadılar. Yalandan dedim ki, möhtərəm hakim, əmmə demişəm, əmim pulu gətirib. O səninlə görüşəcəkdi, dəyəcək ki, bir də buna pulu verməyən, sənə bol çəkdirəcək sadıya, birdən o təzədən dəyər ki, verməmsən də, belə şeylər olur. Buna belə yalan demişdim. Polum atdı, möhtərəm hakim, getdim Əcəmiyə. Getdim Əcəmiyə, saat vaxt yadımdan çıxıb, amma gecəyim. Getdim, çatdım Əcəmiyə, yanımda bir nəfər şəxs var idi. Həmən vaxt o öldürmək qərarına gəlmişəm, yəni onu deyirəm, amma yol getdiyim müddət ərzində hirsim soyubdur. Onun yanına çatanda o bəlkə də deseydi ki, mənə əsəb oldum, mən üzürlü sahib, bir başqasına əsəbləşmişdim, sən də gəldi, belə oldu. Biraz yaxşı danışsaydı, yəni o fikrimdən daşınardı. Mənim 22 yaşım var, işim, yəni həyat hadisə, yəni o fikrimdən daşına bilərdi. Yəni hirsim soymuşdu, heç o qərarı atmışdım başıma. Amma orada da o elə bir şərait yarattı ki, burada gəldik, çatdıq, dedim, bəs niyə söz söylədin o zaman? Dedək, pul gətim istəyirdik. Dedim, o zaman əsas gəlmişəm səndən onu üzbəüz dinəyə ki, sən niyə söz söyləyirsən ki? Saxta götürmüşəm, götürəm. Dedək, səsi söhbət eləməyə gəlmişsən sən. Dedim, sən valideyim, mən söz söylərsən, nəsə deməzsən. Dedək, söymüşəm, belə bir də söyləyəm. Nəsə də söhbət eləmək istəsən, burada söhbət edir, otur maşına, deyək, mən sağ göstərim anladım. Sən kimlərim, mən çox görür. Dedim, Zamiq, mən o adam döylədim. Həmən söymək istəyəndə çalın bir məğzına atdı, boğazına deyib. Sonra belə, yəni vurdum, heç bilmirəm, heç demə vurmuşam. Həmən yerdən uzaqlaşdım. Elə həmən insanlara çağırasınız, o kimi isə mənə zəng eləyir, heç adın familiyasını bilmir, polkovnik. Yolda mənə getdim 3-cü mikrorayona, orada taksilər oldu. Mindim taksiyə, bildim ki, mənə çox olacaq, ağır iş gözləyirlər. Dedim, valideynimi ziyarət edeyim. Getdim Ağcabədi rayonuna, yolda olan olarkən
Bir nəfər polkovnik mənə zəng elədi. Dedi, bilirəm, müharibə iştirakçısından iş yerindən sən maraqlanmışam, pis deməyiblərlə. Hərbiçidə komandirində deyil, mən də deyiləm, qayıt gəl yanıma. Gəldim elə rayonumuza, sonra da öz şöbəmizə, Bakıda həmən gəldi, mən apardım. Mən bunu sizə deməkdə məqsədim odur ki, möhtərəm hakim, mənim tamah niyyətim olmayıb. Mən elə 1885 manat maaş aldım. Mənim tamah niyyətim niyə olsun ki, möhtərəm hakim? O pul verməməyimin də səbəbi o olsun ki, möhtərəm hakim. Həmən vaxt da verə bilərdim, mən tez də verə bilərdim. Qardaşım universitetə qəbul oldu, 2200 manat ödənişi. Ona görə verə bilmədim. Yoxsa elə həmən pul ora verəsiyim. Ona görə alınmadı. Yəni, hansı özündən baş verir. Sizdən də xahiş edirəm ki, mən Allah elə mənizə rəhmət eləsin, valideynim müəllim oldu. Mən elə bir ailədə böyümüşəm ki, yəni, bu şeylər məndən uzaq oldu. Bəli. O dedi otur başına. Aha. Dedim, otur burada. Hə. Niyə söyüşünə danışırsan mənə? Mən ona layiq adam deyiləm. Dedi, elə sən ona layiq adamsan. Dedim, tanıyırsan sən məni. Sən mənim ailəmi tanıyırsan, sən məni tanıyırsan mənə layiq olduğunu. Dedərsən, başladı yenə söyməyə, mən də vurdum. Ya bıçağı vuranda o Necə bildin ki, 3 tane var indi vaxtı? də bir dəqiqə. Prokuror Elvin Əsədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərər çəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Məhkəmə hesab edib ki, məhkəmə istintaqında Elvin Əsədovun Zamiq Cabbarovu tamam niyyəti ilə öldürməsi öz təsdiqini tapmayıb. İstintaq orqanı tamam niyyətinin olmasını bilavasitə təsdiq edən sübutları əldə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham verib. Məhkəmə nəticəyə gəlib ki, Elvin Əsədovun əməli Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsindən 120.1-ci qəsdən adam öldürmə maddəsinə tövsif edilməlidir. Ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. 2025-ci il fevralın 26-sında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkmə ilə Elvin Əsədov 12 il müddətinə azadlıqdan məhrum olunub. Aprelin 30-da Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Əsədovun cəzası ağırlaşdırılaraq ona 14 il cəza təyin edilib.